Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərtində deyilir, 3/3 sinus 20 dərəcə vurulsun tangens 15 dərəcə, bölünsün 2 kosinus 70 dərəcə vurulsun 1 minus tangens kvadrat 15 dərəcə ifadəsinin qiymətini hesablayın. Deməli, çevirmə düsturlarını tətbiq etsək, əgər alfa üstəgəlsin beta bərabərdir 90 dərəcə olarsa, bu zaman sinus alfa bərabərdir kosinus beta alınır. Ona görə burada kəsirin sürətindəki 20 dərəcəni kosinusa çevirsək, sinus 20 dərəcə kosinus 70 dərəcə olur. Çünki 90-dan 20-ni çıxanda 70 qalır. Deməli, buradan sinus 20 ilə kosinus 70 ixtisar edir. Bərabərdir. Deməli, qalır 3/3 bölünsün 2 vurulsun. Tangens 15 dərəcə bölünsün 1 çıxılsın tangens kvadratı 15 dərəcə. Trigonometriya mövzusundan da bilirik ki, tangens 2 alfa bərabərdir. Sürətdə olur 2 tangens alfa bölünsün 1 çıxılsın tangens kvadratı alfa. Bizim bu ifadəmizdə kəsirin sürətində 2 yoxdur. Deməli, çatışmayan 2-dir. Ona görə biz bu ifadəni 2-yə vurub 2-yə bölürük. Deməli, vuraq 2, məxrəcə də bir dənə 2 yazırıq ki, bu 2-lər ixtisar geçsin. Deməli, yaranır 3/3 bölünsün 4. Bu ifadə də bizə tangens 2 alfanı verir. Tangens 2 alfa. Burada alfamız 15 dərəcə olduğuna görə olur deməli tangens 2 vuraq 15 30 dərəcə. Buradan da alınır ki 3/3 bölünsün 4 vurulsun. Tangens 30 dərəcədə də 1 bölünsün kök altında 3 alır. Kök altında 3'lər ixtisar geçsə cavab qalır 4/3. Cavab B variantı.